Arif bəy, bizə dəyər verməyən insandan ayrılmaq əvəzinə qəmə kədərə dözüb, belə olmalıymış kimi davam edirik. Fikirləşirik ki, öz xeyrimizə qərar qəbul etsək, bu bizim ziyanımız olacaq. Hər şey daha da pis olacaq. Düzdür, bu fikirlər səni divara sıxmış ola bilər. Amma unutma, sən onun əlində qaranlıq gecələri aydınlatmaq üçün kiçik bir şam idin. Sənə azacıq dəyər versəydi, günəşin ilk işığında qaranlıq gecələri ona yol göstərən şamı belə tez unutmazdı. Hər yıxılmaq ayağa durmaq üçün bir başlanğıcdır. Dağ elə dağ kimi qalır, üstündən kim keçsə də. Qəlbinizi üzən xatirələri sizi olunan haqsızlıqlarla bastırmaq istəyirsinizsə, Arif Cəsurun psixoloji dəstəyinə qoşulub, sizi sındıran insanları keçmişdə qoya bilərsiniz. Düşmənini tanıyanın yarası az olar. Dəniz səni içinə çəkər. Sən isə bunu səni sevdiyi üçün etdiyini düşünürsən. Ta ki, boğulana qədər. Kıskanır rengi, baharda